Beynəlxalq Muğam Mərkəzində Cövdad Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin yaranmasının 70 illiyinə həsr olunmuş Uğur Dünyamız adlı yubiley gecəsi keçirilib. Tədbiri çıxış nitqi ilə danışan Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev yubiley münasibəti ilə bütün məktəb kollektivini təbrik edib. Onun sözlərinə görə məktəb 1955-ci ildə yaranıb. Bu müddət ərzində məktəbdə 4000-dən çox şagird məzun olaraq müxtəlif təhsil ocaqlarında təhsil alıb. Məktəbin məzunları ABŞ, Türkiyə, İtaliya və digər ölkələrdə hal-hazırda musiqi sahəsində fəaliyyət göstərirlər. Hazırda məktəbdə 50-dən çox müəllim və 300-ə yaxın şagird təhsil alır. İbrahim Əliyev qeyd edib ki, keçən il Azərbaycanda çox böyük bir tədbir olan COP29 keçirilib. Mehin Orucovanın rəhbərlik etdiyi xor kollektivi orada açılış mərasimində çox uğurla çıxış ediblər. Uyğun olaraq Cənab Prezidentin imzası ilə tədbirdə iştiraka görə təşəkkürnamə ilə təltif olunublar. Eyni zamanda Azərbaycan Respublikasının Mədəniyyət Naziri Adil Kərimlinin müvafiq əmri ilə 14 aprel tarixində məktəbə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin fəxri fərmanı verilmişdir. Ardınca məktəbin fəaliyyətini əks etdirən film təqdim edilib. Şagirdlərin ifasında həm Azərbaycan bəstəkarlarının, həm də xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib. Tədbirin sonunda məktəbə, məktəbin rəhbərliyinə və ən fəal müəllimlərə Mədəniyyət Nazirliyinin fəxri fərmanları təqdim olunub. Məktəbin direktoru, əməkdar müəllim Mehin Orucova kollektiv adından yüksək təqdimata görə təşəkkürünü bildirib. Ümumiyyətlə, musiqi məktəbləri Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük rol oynayır. O baxımdan bizim də məktəbimizin uğurları, nailiyyətləri qənaətbəxşdir. Bugün şagirdlərimiz, müəllimlərimiz böyük həyəcan içində hazırladıkları konsert proqramını tamaşaçılarımıza təqdim edəcək. Özüm də bu məktəbi bitirmişəm, yəni vaxtı ilə uzun illərdə burada işləyirəm. Məktəbin gücü nəyə çatır onu eləyək. İndi görəcəksiniz, tamaşaçılar qiymət verə bilər.